Deyir ki, möcüzəyə inanırsan, möcüzə rast gəlir sənə. Deyirəm ki, elə biz özümüz möcüzəyik də, yəni bizim varlığımız möcüzədir. Mən özüm şəxsən mən Ramazanda gəlmişəm ibadətə. Ay bala, namazı qılarsan, atarsan, nə bilim vaxtın olmaz, nə bilim icazə verməzlər və s. Ənənəvi eşitdiyimiz sözlər. Bəli, maalesef insan qorxur. Deyir ki, mən oruca deyib belə başladım deyir. Sağlamlıq niyyəti ilə deyir, şey elədim. Su içərək yemək yemədim. Yəni insanlar düşünür ki, bu qədər zaman ac qalsam Ölərəm. mənə nəsə olacaq. Və yaxud da susuz qalsam mənə nəsə olacaq. Halbuki heç bir şey yoxdur. Psixoloji. Yəni artıq məsələn beynivə siqnal gəlir ki, bu gün mən səhərdən axşama kimi heç nə yeməyəcəm. Artıq da mən yemək, içmək və bəzi şəhəvi istərimi Allah üçün tərk edəcəm. Assalamu aleykum və rəhmətullahi və bərəkatuh. Əziz dostlar, qardaşlar, əlhəmdülillah Ramazan ayındayıq və yeni podkastımızdan gəlmişik. Ramazana motivasiya. Çox maraqlı qonaqlarımız bizə bu gün təsirli, maraqlı, faydalı söhbətlər eləyəcək. Uzatmadan bugünkü mövzumuzu qısa deyərək odur ki, biz istəyirik ki, insanlar Ramazanı anlasın, orucun mənasını anlasın. Orucda, Ramazanda daha yaxşı olmaq, Quran oxumaq, namaz qılmaq və s. kimi yaxşılıqları etməyə çalışsın. Bismillah. Sağdan başlayaq. Şaiq Hoca qısa özünüzü təqdim eləyərdiniz. Və aleykümselam və rəhmətullah. Hamınızı xoş gördük. Gündüz hocamız, sizə xoş gördük. Süleyman qardaşımıza xoş gördük. Xoş gəlmisiniz. Mən Şaiq Əliyev, Şəhidlər Məscidinin imamı olaraq çalışıram. Allah hər birimizi müvəffəq eləsin. Amin. Amin. Gözəl. Növbəti qonağımız. Mən Gündüz Süleymanov, Qaraçıxır məscidinin imamı olaraq fəaliyyətimi davam etdirirəm. Allah hər birimizi müvəffəq eləsin. Təşəkkür edirəm Şaiq hocam. Amin. Belə bir şey deyim. Bu ən sevdiyimiz, illərlə gözlədiyimiz insanı. Ona sevgimizi necə bildirərik? Yəqin ki, ona çoxlu hədiyyələr, gözəl sözlər deyərik və çox-çox şəkildə, böyük bir miqdarda. Amma müsəlmanlar olaraq deyirik ki, biz Rəbbimizi çox sevirik, onu istəyirik. Amma bəzən nə oruç tuturuq, nə namaz qılırıq, nə onun göndərdiyi kitabı oxuyuruq. İndi biz necə eləyək ki, bu Ramazan bir fürsətdir də, Şaiq Hoca. Bu Ramazanda necə eləyək ki, biz oruca və namaza başlayaq? Hamımız eşitmişik, bilirik ki, ümmətin, Məhəmməd ümmətinin, əleyhissalatu vesselamın günlərinin içində, günün içində ən dəyərli vaxtı sabah vaxtlarıdır. Həftə içərisində bu ümmətin, yəni istər özünü Muhammed ümmətinə aid etsin, istər aid etməsin, yəni artıq son dövr insanlarının, belə deyək, həftə içərisində ən qiymətli günü cümə günüdür. Eyni zamanda il içərisində ən qiymətli, ən dəyərli ayımız da Ramazan ayıdır. İnsanlar necə ki o günlərini, zamanlarını daha qiymətli, daha dəyərli etmək istəyir ki, gələcək üçün hazırlaşırlar. Məsələn, Bir investisiya eləyir də. yəni məsələn düşünür ki, bu gün mən bu kursa getsəm, bu gün bu dili öyrənsəm, bu gün bu məşğələni, bu seminarı öyrənsəm, mənim gələcəyim üçün böyük uğurlar, nəticələr burada əldə edə bilərəm. Eyni zamanda insanlar düşünməlidir ki, mən bu dünyada varam. Yəni inansam da, inanmasam da mən bu gerçək var da, mən bu dünyada yaşayıram, bu dünyada varam və nə üçün varam? Onun bir təfəkkür içərisində olmalıdır. Bu sözün bu yerində deyək ki, bir hadisə ilə biz eşitmişdik, qulaqlarımıza eşitmişdik ki, bir nəfər xaricdən bir nəfərlə sosial şəbəkə vasitəsilə tanış olur, belə söhbət edirlər, danışırlar uzun müddət. Sən demə qarşı tərəfdəki məsələn inanmayan birisidir. Və bu istəyir ki, o düşünsün, təfəkkür eləsin, müəyyən şeylər əldə eləsin. Nəticədə həmin insanın təfəkkürünə, düşünməsinə səbəb olur. Qarşı tərəfdəki insan da, o inanmayan insan da tibb oxuyur.
tibb oxuyur. Günün birində deyir, elə yəni qarşı tərəfə cavab vermək üçün araşdırma edirdim, axtarış edirdim və belə bir ayə ilə rastlaşdım ki, insan öz yaradılışına baxmazmı deyə ayəsi ilə rastlaşdım. İnanmırdım deyir əslində. Və bu ayə üzərində çox təfəkkür elədim. Düşündüm, araşdırdım, axtardım, baxdım və birbaşa tibb, anatomiya deyir, mənim öz sahəmlə əlaqəlidir. Oradan artıq da iman məni bürüdü. Artıq imana gəldim və təsəvvür edin ki, həmin insan iman gətirir, ibadətləri ilə məşğul olur və hətta müsəlman ölkələrin birində belə deyək, yaralıları müalicə etmək üçün könüllü olaraq yollanır və orada dünyasını dəyişir. Yəni bu onu göstərir ki, niyə biz özümüzə qiymət verməyək, niyə özümüzə dəyər verməyək, nə üçün özümüz haqqında düşünməyək, öz yaradılışımız haqqında. Dünən bir qardaşla söhbət edir, deyir ki, möcüzəyə inanırsan, möcüzə rast gəlir sənə, deyirəm ki, elə biz özümüz möcüzəyik də, yəni bizim varlığımız möcüzədir. Ya bu şeyləri düşünərək məncə hər bir kəs özünə bir baxmalıdır ki, mən kiməm, haraya gedirəm, hardan gəlmişəm, nəticə nə olacaq? Bu kimi şeylərlə ibadətə də yönəlməlidir. Hocam mən məsələn özüm şəxsən mən Ramazanda gəlmişəm ibadətə. Bəli. Yəni bir düzdür oruc falan olurdu, Quran oxuyurdum, mən belə deyək də iman əhliydim, yəni iman eləyirdim, amma o ay bala namazı qılarsan, atarsan, nə bilim vaxtın olmaz, nə bilim icazə verməzlər və s. Ənənəvi eşitdiyimiz sözlər. Bəli, maalesef insan qorxur. Və yaxud birinə baxsan namaza başlayır, sonra namaza atır və yaxud birinə baxsan namaz qılır, amma əməlləri düzəlmir. İnsanda belə stereotiplər var da. Mən amma gördüm ki, Allaha tərəf yönəlmədikcə sən opsi tərəfə yönəlirsən və onun kontrolu yoxdur. Çünki insanın nəfsi var və onu bir tərtibə salmadıqca çox səhv yollarına getmək olur. Dua etdim. Ramazana 3-4 gün qalmış dua etdim. Dedim, Rəbbim, sən mənə hidayət verməsən, sən məni namaza asanlıq verməsən, oruca asanlıq verməsən, mən bunu edə bilməyəcəm. Şübhəsiz. Qəlbimə Allah Subhanahu taala bir sevgi atdı. Mən 2 gün ərzində bütün sözləri öyrəndim. Sonra bir 3-4 gün namaz qıldım. 3-4 gün namaz qılandan sonra atama dedim, papa bunu səhv eləyirsən. Sürətli bir giriş. Sürətli giriş, o da Allah müvəffəq edir. Çünki dua eləyirsən səmimi şəkildə. Mən də düşünürəm ki, hər bir insan ki səmimi, ixlaslı şəkildə qəlbini açıb Allahdan istəsə, o ona istədiyi şey verəcək. İndi biz burada necə edək ki, oruca, məsələn adam oruç tutmaq istəyir, amma səhhətləri o zaman dəyişir və yaxud qorxusu çoxalır və yaxud namaz qılmaq istəyir, amma yaxınlaşa bilmir. Nə tövsiyə edərik ki, o Ramazanda başlaya bilsin? Praktiki olaraq bir balaca insan öz belə deyək, yenə özünə qayıdıb insan nə qədər yesə heç nə olmaz ola. Nə qədər az qalsa o təsirlənməz. Nə qədər susuz qalsa təsirlənməz. Bunları bilsək, biz elə bilik ki, oruç tutanda biz öləcəyik və yaxud da susuz qalsa dünya dağılacaq. Bir həftə ac qalanlar olur. Halbuki, məsələn, insanlar su orucu deyə belə bir şey var, ifadə var. Məsələn, ancaq su içərək, ac qalaraq özlərini müalicə edirlər. Yəni, məsələn, uzaq şərqdə belə şeylər var. Məsələn, onlar ona deyir oruc. Diyeta, nə bilim. Əslində, yenə bax bir qardaşla bizdə şəhidlər məscidində gəlir, indi bəlkə də dinləyəcək bizi zamanla. Deyir ki, mən oruca deyib belə başladım deyir. Sağlamlıq niyyəti ilə deyir, şey elədiyim, su içərək yemək yemədim, 2 sutka. Düzdür, biz demirik belə eləyək, amma bir ən az qorxusunu aşır da. Sonra dedim ki, bu elə oruç da, elə orucla bu eyni şeydir. Və oruc tutmağa başladım. Sonra niyyətini dəyişdim. Oradan girişdim. Yəni insanlar düşünür ki, bu qədər zaman ac qalsam, mənə nəsə olacaq. Və yaxud da susuz qalsam, mənə nəsə olacaq. Halbuki heç bir şey yoxdur. Hocam, mən normalda yemək yeməsəm günorta, mən o deyiləm də, o deyir, reklama deyir. Mən özümü kontrol edə bilmirəm. Mən yeməyi sevirəm, meyvə sevirəm, fərqli şeyləri sevirəm. O olmayan da mənim həm keyfim düşür aşağı,
həm də fəaliyyətlərim düşür aşağı. Amma Ramazanda mən özümü fərqli hiss edirəm. Burada əslində insan özünə siqnal ötürməsi də var. Beyninə siqnal ötürməsi söhbəti də məncə burada var. Çünki insan beyninə siqnal ötürür ki, yəni az qal, yəni belədir da vəziyyət. Yəni yeməyəcəksən. Bu kimi şeylər də Hazırlayırsan. Psixoloji, bəli, psixoloji. Psixoloji. Yəni artıq məsələn beynivə siqnal gəlir ki, bu gün mən səhərdən axşama kimi heç nə yeməyəcəm. Artıq beyin və bədən ona adaptasiya olunur. Ki, yəni artıq mənim bir limitim var idi. Limitim oruc qadağalarına kimi, yəni orucun qadağalara başladığı vaxta qədər mənim limitim var. O limitə çatdığım zaman artıq da mən yemək, içmək və bəzi şəhəvi istərimi Allah üçün tərk edəcəm. Bəli. Yəni bu qədər bəsit. Necə ki deyək ki, adam diyeta tutur. Diyeta saxlayır belə deyək. Hədəfi nədir? Son nəticəsi nədir? Bu başqa tərəfdən mən motivasiya verim də arıqlamaq, çəki atmaq. Ay, necə olursan bəs? Sən bunu 10 Diyet kilo, eləyə 3 kilo üçün çəki atırsan və yaxud deyək ki, bir hədəfin var, deyək ki, idman eləyim, sağlam olum. Düzdürmü? Müəyyən vaxtlarda mən yeməyimə diqqət eləyəcəm, səhər tezdən duracağam, səhər düzgün vaxtı yatacağam və s. Bu məşqləri məsəl üçün idmançılar bilir, podxod eləyəcəm, 10 podxod, 20 podxod. Yəni ki, mənim bədənim şişsin, məsəl üçün. Təsəvvür elə ki, indi burada çəki deyil. Burada bədən deyil. Burada dünyalıq bir şey deyil. Burada sənin axirətin, əbədi qalacağın yerin üçün sən çalışırsan və insanları özünü razı salmırsan. İnsanları və səni yaradan Rəbbi razı salırsan. Bunun üçün hazırlıq etməlisən. Bunun üçün siz dediyiniz kimi beyində proqram olmalıdır. Yəni belə bir şey də deyim. Biz ən çox sevdiyimiz və hörmət etdiyimiz insana ona müraciət etmək istəsək, hansı sözlər seçərik? Ən gözəl, ən ali. Hazırlaşarıq. Gözəl şəkildə hazırlıq eləyərik. Biz də iddia edirik ki, biz Rəbbimizi sevirik. Düzdürmü? Bəs onunla danışmaq üçün belə təbrik caizsə bizə imkan var. Gündə 5 dəfə. Təsəvvür eləyin ki, qul Rəbbinin qarşısına durur və Quranın açarı olan Əl-Fətihə kitab, yəni Fatihəni oxuyur. Orada deyir: Əuzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Həmd olsun aləmlərin Rəbbinə. Aləmlərin Rəbbi icab edir. Deyir, qulum mənə həmd etdi. Aləmlərin Rəbbi sənə cavab verir. Sonra deyirsən, Ar-Rahmanir-Rahim. Rahman və Rahim olan Allah. Rəbbin icab edir, cavab verir ki, qulum məni öydü. Maliki yevmiddin. Həmən günün, axirət gününün, haqq hesab gününün sahibi olan, şahı olan Allah. Allah Taala deyir, qulum məni tərif etdi. Sonra deyirsən, İyyəkə na'budu və iyyəkə nesta'in. Yalnız sənə ibadət edirik və yalnız səndən istəyirik. Rəbbi isə deyir, bu mənə aiddir və quluma istədiyini verəcəm. Təsəvvür elə, yəni sən hər dəfə 5 dəfə imkanın var, sevgi göstərsən. Bunun əvəzində də Allah Taala sənə hansı qapılar açır düşünsən, məncə elə bu an namaza başlayasan. Məncə elə bu an cənnətdə bir qapı var hocam. Düzdürmü? Rəyyan qapısı. Oradan kim keçər yalnız? Ancaq oruçlular keçəcək. Təsəvvür elə, bunun əvəzi var. Sonra nə deyir? Qulum oruç tutarsa, onun savabı məndə. Mənə aiddir. Mənə aiddir. Fənəczi bih deyir. Onun mükafatını mən, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Sallallahu əleyhi və səlləm. Kullu amel ibn Adəm ləh illə siyam deyir. Bax. Adəm övladının bütün əməlləri ləhu özü üçündür. İllə siyam. Ancaq oruc istisnadır. Yəni qul əgər sədaqə verirsə, zəkat verirsə, özü üçündür. Niyə? Hər nə qədər alan istifadə eləsə də, sən axirətə bir yatırım edirsən. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədis şəriflərində buyurur ki, "Əd-dünya məzra'atul axirə." Dünya axirətin tarlasıdır. Yəni nə verəcəksən əlinə, o da gedəcək səninlə. Nə əkərsən onu biçərsən. Bəli. Yəni sən axirətə bir yatırım edirsən, o yatırımın nəticəsi olaraq da sən onun qarşılığını alırsan. Amma Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisin arxasında nə deyir? Deyir, oruçlunun ağzının qoxusu. Yəni bilirik ki, oruclu, yəni istər-istəməz mədəsi boş qaldığı üçün, yemək istifadə etmədiyi üçün, yemək yemədiyi üçün onun ağzının qoxusunu misk qoxusuna bənzədir. Amma insanlar bundan bəyənmir, yəni bunu xoşlamır. Amma Allah indində, yəni ola bilər, yəni
hansısa kimsə bəyənsin, bəyənməsin, önəmli olan bu deyil. Onsuz da bizim üçün bu həyatdakı əsas məqsəd, əsas qayəmiz aləmlərin Rəbbi olan Allahı razı etməkdir. İnsanlar onsuz da mənfəətə baxar. Açıq. Bəli. İnsanlar mənfəətə baxar. İmkan olanda- Bəli, mənfəətə baxar. Sənlə mənfəəti bitdiyi zaman Allah dostluğu da, yoldaşlığı da bitər. Ən sevdiyimiz insan bizi aparıb qara torpağa tapşıracaq. Subhanallah. Yəni birinci torpağı atacaq üstümüzə. Birinci sürətdə aparmaq onu. Çalışacaq. Hə, yəni nə qədər imkan olacaq ki, yəni bizim Rəbbimizi razı etməkdən başqa çarəmiz yoxdur. Siz bayaqla gözəl vurğuladınız. Həqiqətən də biz bu gün Ramazan ayında Allah Azza və Cəllənin verdiyi böyük bir nemətin içindəyik. Mən bunu bir bənzətmə eləyəcəm. Bax düşünək qardaş. Allah Azza və Cəllə bir quluna deyir ki, ey qulum, və yaxud da bir məmur deyək və yaxud da hər hansı bir Şəxs. bir zəngin bir insan deyək, onun elə bir xəzinəsi var ki, böyük bir saray düşünək. Deyir ki, 30 gün burdan bu xəzinədən nə apara bilsən apar. Neyniyərik? Bax düşün. Bax corabımıza doldurarıq. Nə bilim, paltarlarımıza doldurarıq, papağımıza doldurarıq. Sumka ilə gələrəm mən məsələn. Yəni yetər ki nəyə çalışaq? Burada əsas məqsəd nədir? Yetər ki qazansız çıxım. Bəli. Yəni biz bu dünyada müsafirik. Fürsət bilərik də bunu. Bəli, yəni dəyər bilərik ki, bir daha bu şans, bu imkan mənim əlimə gəlməyə bilər. Hətta deyərik ki, bu 30 gündür deyil, bəlkə ikinci gün gələ bilməyəcəm. Ola bilər bu. Bəli. Şübhəsiz o qədər insan var ki, yəni baxırsan ki, məsələn Ramazandan əvvəl həyatda idi. Amma Ramazan gəlir, yoxdur. Neçə dostumuzu mən Yəni görmədim bu il. Çoxlarına şahid olmuşuq elə. Bəli. Keçən Ramazan bizlə olan, bu gün bizlə deyil. Bəli. Yəni onun üçün də alimlərimizdən İmam Əl-Cevzi rəhmətullah aleyhin gözəl bir, mükəmməl bir sözü var. Yəni deyir, vallahi deyir, qəbir əhlinə dünyadan bir gün istəyin deyilsəydi, Ramazandan bir günə çatmaq istəyərdi. Allah. Yəni düşün, niyə? Çünki bax futtihat deyir bax peyğəmbərimiz. Yəni bildiyimiz kimi biri var fətha açmaq, bir də futtihat. Yəni təfil babına. Ha, yəni taybatay açar. Yəni cənnətin qapılarını Allah sənin üzünə açır. Yetər ki ey qulum, sən bundan faydalan. Amma belə demək mümkünsə, yəni bir də onu deyim ki, yəni dinimiz bizdən, yəni orucun fiqhi bir boyutu var, belə deyim. Fiqhi boyutu odur ki, bir insan özünü yemək və içməkdən, yəni şəhvətdən iki şeyi qoruyur. İmam Qazali rəhmətullah aleyh oruc tutanlar 3 qismə bölür. Yəni bu çox önəmli bir şey. Birinci qism dediyim kimi iki şeyə diqqət eləyir. Birinci qism yemək içməyini kəsər, yəni mədədən bir şeyi keçirməyə qadağan eləyir özünə. İkincisi cinsi istəkləri tərk eləyir. Bu avamın orucudur. Sadə bir insan. Sadə bir insanın. İkinci xavasın orucudur ki, bu xüsusi şəxslərin orucudur ki, bu bütün bədəninə oruc tutturacaq. Əlinə oruc tutturacaq. Gözünə oruc tutturacaq. Əli əgər haram... O nə deməkdir hocam? Yəni əlinə nə deməkdir? İndi onu izah edəcəm. Əlinə oruc tutturmaq odur ki, əgər əlin haram alıb haram verirsə, əlinə bir sərhəd qoymalısan. Əlin harama toxunursa, haramla alıb verdiyin işlər var, onları qadağan etməlisən. Gözün harama baxırsa, mütləq və mütləq o gözü haramdan qorumalısan. Göz təması çox önəmlidir. Göz təması şeytanın oxlarından biri oxudur. Bəli, qapı açır. Bəli, insanın qəlbinə sirayət edəcək ən önəmli məsələlərdən biri gözdür. Doğru. Çünki göz baxır, güzgüdür də. Bəli, baxır və qəlbdə bir zülmət meydana gəlir. Qaralır. Bəli. Əlimiz, gözümüz, sonra dilimiz. İnsan oğlunun, yəni belə demək mümkünsə, sıxıntılarının çoxu dildədir. Allah Resulü sallallahu aleyhi və səlləm nə deyir? Allaha və axirət gününə inanan fəlyəqul xayran əv liyasmut deyir. Ya xeyir danışsın, və yaxud da sussun deyir. Yəni
Onun üçün də yəni susmaq qədər mən samətə necə? Susan qurtuldur. Subhanallah. Həm də orucun bir başqa tərəfi odur ki, oruc yəni insanın belə demək mümkünsə şəhvəti qırılır. Bəli. Yəni istər-istəməz, istər-istəməz, yəni bayaqlar dediniz, məsəl üçün mən yemək yeməsəm, məsəl üçün divara çıxılmaz qala. hə, yəni burada məqsəd nədir qardaş? Yəni insan yemək yemədiyi zaman insanda belə demək mümkünsə aclıqla insan özünü tərbiyə eləyir. Bəli. Yəni həm də insanın ruhu, yəni insan davamlı yeməyə öyrəşdiyi üçün insan ac qaldığı zaman bəzən özünün aciyyətini anlayır. Bəli. İnsan nə qədər aciz varlıq olduğunu, amma yediyin zaman elə bil sanki dünyanın qəhrəmanı sənsən. Yəni bir yeməkdən günah Hə, alışıram, yeməkdən yəni, həm də alışıram. Allah Azza və Cəllə sənə deyir ki, ey qulum, çox göyə qalxıb yerə düşmə. Çox göylə getmə. Yəni bax, dilimizə hakim olacaq. Qeybət etməyəcək, yalan danışmayacaq, İftira atmayacaq, nəmmamlıq etməyəcək. İnsanları bir-birinə qırdırmayacaq. Şəxsi mənfəətimizi dilimizlə insanlara əziyyət etməyəcək. Bəli. Bu oldu ikinci qrup insan. Bəli. Yəni hətta üçüncü qrup insan isə bu ən çətin olandır ki, xasul xavasın orucudur ki, bu peyğəmbərlərin, sadiqlərin, sülahaların tutduğu orucdur ki, bu da qəlbə oruc tutturmaqdır. Yəni Allahdan məsva heç nə düşünməyəcəksən. Allahın xaricində heç nə düşünməyəcəksən. Yəni qəlbini Allaha bağlamağın adıdır qəlbə oruc tutturmaq. Subhanallah. Allah Azza və Cəllə bizləri bu üçüncü zümrədən etsin. Amin. Amin. Çox gözəl. Belə bir şey deyim. Düşünün bir məktub gəlir. Bir uzaq bir məmləkətdən aylarla onu gözləyirsiniz. Gəldi, çatdı, qapını döydülər, gətirdilər, buyur. O məktubu belə deyək, dolabın başına qoyarıq. Qoyan adam öncə baxarsınız, deyirsiniz, yəni çatmır da. Sonra oxuyaram. Hə, sonra oxuyaram, aylardır gözləyirsən. Qurani-Kərim Rəbbimizin, aləmlərin Rəbbi olan Allahın aləmlərə rəhmət olaraq bütün aləmlərə göndərilən bir kitabdır, bir məktubdur, risalədir. Biz də bunu evimizin dolabına qoyuruq, toz basır, sonra oxuyaram. Amma halbuki desən ki, mən axı Allahı sevirəm. Bəs sevdiyin sənə axı bir məktub göndərib. Bəli. Onu niyə oxumursan indiyə qədər? İndi biz necə eləyək Şahiq Qoca? Quran ayı həm də belə deyək, Ramazan həm də Quran ayıdır. Şübhəsiz. Necə eləyək ki, bu Quran ayı adlanan Ramazanda Quran həyatımızın bir hissəsi olsun? Deməli, Qurani-Kərim elə bir kitabdır ki və Ramazan elə bir aydır ki, onlar bir-birinə bağlıdır. Niyə hocam? Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Ramazan elə bir aydır ki, onda Qur'an nazil olub. Ona görə də Quran deyəndə Ramazan yada düşür, Ramazan deyəndə Quran yada düşür. Amma Rəbbimizin bizdən istədiyi bizim o Quranı anlamağımızdır. Anlayandan sonra insan yaşayır. Adamlar məsələn var, oxuyur, deyir ki, heç nə başa düşmədim. Deməli, anlayaraq oxumayıb. Həmçinin Quran oxumağa yanaşma da çox önəmlidir. Nə axtarırsansa onu tapırsan. Yəni sənin məqsədin nədirsə, niyyətin nədirsə onu tapırsan. Ona görə də məsələn bir müsəlman və yaxud da başqası ola bilər, əlinə Quran-Kərimi götürdüyü zaman birinci məqsədi olmalı ki, onu başa düşsün. Quranı oxumaq savabdır. Cüzləri oxumaq, xətimləri etmək. Məsələn, elə qardaşlar var, rast gəlir, deyir ki, Ramazanda mən 3 dəfə, 4 dəfə, 5 dəfə xətm eləmişim. Məsələn, adam qibtə eləyir, həqiqətən də. Bəli. Bir tərəfdən də deyirsən, qardaş, düşündüm. Nə var orada? Nə var, nə yox? Deyir ki, mən oxuyuram da, yəni savab əldə edirəm. Allah bizdən savab əldə etmək istəmir axı. Təkcə onu istəmir, bəli. Yəni Allah Əzzə və Cəllə Quranın hansı ayəsi var ki, orada məsələn biz rast gələk ki, oxuyun bunu, sizə savab verəcəm. Hədislərdə var. Bəli. Amma Quranın özündə bu şey rast. Quranda Allah deyir ki, yetəfəkkərun. Düşünün. Yəni artıq düşünün. Əfqahun. Bəli, müxtəlif şeylər zikr edin, tədəbbür edin kimi ayələrə biz rast gələk. Bu da düşünməkdir, hamısı düşünməkdir. Şübhəsiz. Mən yer deyirəm ki, qardaşlar, məsələn, əlinizə Quran-Kərim götürdün, bax qayən bir dənə, bir nömrəli
qayən, məqsəd nə olacaq ki, mən onu başa düşüm. Məsələn, bizə sahabelərdən, sonrakı nəsillərdən örnəklər var, nümunələr var. Məsələn, yanlış xatırlamıramsa, Abdullah ibn Ömər radiyallahu anh deyir ki, Bəqərə surəsini 8 il oxuyub. Ya da Abdullah ibn Məsuddur. Həzrət Ömər radiyallahu 12 il oxuyub. Ömər ibn Abdüləziz 12 il oxuyur. Hocam elə xatırlayıram mən. Yəni niyə? Niyə 8 ilə? Kim o fərqi, yəni sahabədən Ərəbcə bilir. Hə, niyə 8 ilə? Niyə 12 il oxuyublar? Əsbab-ı nüzulü bilir. Biz otururuq. Bir Bəqərə surəsini qəsd eləsək, 1 saat yarıma, 2 saata oxuyub qoyarıq. Oxudum. Allah bunu mu istəyir? Allahın muradı budurmu? Ona görə biz Ramazanda sahabələr olub 10 ayətlə yola çıxıblar. O aydın məsələ, sahabələr deyirdi. Dünyanı fəth ediblər. Oxumasaq, onu başa düşməsək, anlamasaq, həyatımıza tətbiq etməsək, növbəti 10 aya keçməzdik. Bizim ölkəmizdə də var belə xanımlar var. İnşallah dinləyərlər. Məsələn, onlar rast gəldiyimizdə biz tələbə idik, rast gəldik onlara. Deyirlər ki, biz oxuyuruq, 10 ayəni oxuyuruq. 10 ayəni oxuyuruq, anlayırıq, başa düşürük. Özümüzə qeydlər götürürük, onu tətbiq edirik və onu yaşayırıq. Növbəti 10 aya keçirik. 7-8 ildən sonra mən onlara rastlaşdım. Dedim, qəsdən sual verim ki, nə qədər oxumusunuz? Hardasınız? Mən onlardan ilk dəfə görəndə Bəqərə surəsində idilər. 7-8 ildən sonra onlar Nisa surəsini oxuyurdular. 2 surə, düzdürmü? Nisa surəsini yetimlərlə əlaqəli. Yəni Bəqərədən o tərəfə 2 surə getdi də. Yəni oxumaq arasında böyük fərq var. Ona görə də bu məsələ olduqca diqqətli olmalıyıq ki, biz Quranı bax al əlinə. Məsələn, bəzən deyirəm qardaşlar, birisi desə ki, bax sən müsəlmansan, ibadət edirsən, namaz qılırsan, illərdir hidayətdəsən. Bizə bir surə danış. Bu bir surə danış bizə. Hansını danışa bilərik? Bəzən bu hocam, məsəl üçün təzə bir texnologiya dövrüdür də. Biz deyək ki, bir cihaz alsaq, heç kim də başa çıxmır. Burada oturanların heç biri bilmir bu nədir. Orada da deyək ki, guidance deyirlər də, orada bir rəhbərlik var ki, onu oxumalısan ki, sən oxuduqca anlayasan ki, bunu mən necə yandırım, necə söndürüm, necə istifadə edeyim. Biz bunu oxumasaq, deyək ki, oxuduq. Gəlir soruşurlar, deyək ki, 10 dəfə oxuduq bunu. Bunu anlamasaq, deyək ki, hansı bir dillərdə, Kitay dilində, Çin dilində, biz onu anlamadıq. Faydası nədir? İstifadə edə bilirik? Yox. Eyni şəkildə müqayisəsi doğru sayılarsa əgər, Qurani Kərimdə siz dediyiniz kimi düşünmək üçün, düşünüb əməl etmək üçün, düzəlmək üçün bir kitabdır. Onu sən oxumalısan, anlamalısan, sonra anlayandan sonra beynindən qəlbə vurmalısan, qəlbdən sonra da bədəni və hərəkətə aparmalıdır da bu. İndi Gündüz hoca, siz necə düşünürsünüz? Mən bir qissə var. Belə bir qissə oxumuşdum. Anadoluda olmuş bir hadisədir. Anadoluda, Türkiyədə. Bəli. Yəni bildiyimiz kimi məsələn mən bunu yaşamışam. Bizim Qaraçuxur məscidinin bir türk imamı vardı, Nevzat Qalyoncu hoca. Mənə dəvət eləmişdi. Mən İstanbulda olanda getdim bunların xidmət etdiyi şəhərə. Orada belə bir adət var idi ki, kəndin imamı, qəsəbənin imamı misal üçün hər gün bir nəfər evinə iftara dəvət edirdi. Yəni bu orada olan, yəni din xadiminə olan bir hörmətin təzahürünü gördüm mən orada. Olmuş bir qissədir. Anadoluda olan bir qissədir bu. Bir gün yəni hər kəsin sevdiyi, sayğı göstərdiyi bir imamı bir gün kənd cəmaatı sırayla hər kəs evinə dəvət edir. Bir gündə bir ailə imamı evinə dəvət edir. İftara dəvət edir. Xanımı yoldaşın verdiyi pulu unudaraq imamın gəldiyini görür, pulu ortaya qoyur. Bu minvalla davam edir. Bunlar çıxanda otaqdan pəncərə açıq olur. Külək pulu sovurur və imam da götürür o pulu Quran-Kərimin arasına qoyur. Amma bu ərlə arvadın arasında bu imama qarşı bir suizan yaranır. Pullar etdi. Pullar yəqin imam götürüb. Quran-Kərimdə divarda. Quran-Kərimdə yuxarıda. Bunlar çox, yəni istənilən, amma utandıqlarına imama da bir söz demir. Amma imamla da səmiyyətlərini kəsirlər. Növbəti günlər, aylar, artıq Ramazan gəlir.
yenidən deyir ki, bu imamı çağıraq. Növbəsi sizə çatdı. Çağıraq, amma bu dəfə də sözümüzü deyək də imama ki, sən pulu götürmüsən də gətir çıxart, halallıq olsun. Bəli. İmamı dəvət edirlər və imam gəlir. Bəs Hiss eləyirsən. yəni deyir, imamı deyir ki, yəni sən hiss edirsən biz səndən soyuq O zaman pulumuz vardı, yox idi. Aramızda bir buzlu dağlar var. Yəni bunu ərtməyin vaxtıdır. Yox, sənə deyil lazım idisə, deyərdin da biz sənə verək. Niyə belə götürürsən? Yəni başlayır hal qəziyə budur ki, İmam ağlayır. Ağlayır. yox, hələ ora demir. Bəli, bəli. Gəl danışır ki, bəs pul qoymuşduq falan filan. Deyir ki, bəs o pulu mən götürməmişəm. O pulu götürdüm, pəncərə açıq idi. Külək sovurdu, mən də qoydum Quran-Kərim. Deməli siz 1 ilin ərzində Bəli. bu Qur'anı Bir dəfə açmamısınız. bir dəfə açmadınız. Bu dəhşətli bir şey Bu yəni. yəni Allah Azza və Cəllə kitabən mahcura deyir. Yəni qövmüm deyir, Qur'anı tərk etdi. Subhanallah. Yəni Hocam bu sözü sahabelər eşidəndə özləri arasında deyirdilər ki, biz 3 gün arda Quran oxumayana deyirdik ki, o Quranı tərk etdi. Təfsir alimləri bunu deyir. Bizim adamlarımız var, ömründə bir dəfə Quranı açmayıb. Amma iddia edir ki, Quran bəs başımız üzərində və s. Məsələ burasındadır ki, məsələn adama deyirsən ki, yanında gözəl Quran oxuyursan, deyir, nə gözəl oxuyur. Halbuki məsələn, bəs ciddiliyinə getsə, dərinliyə getsə, təcvidsiz falan oxuyur, səsi gözəl gəlir. Bir ifadə var, deyir, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Sonra həmin o oxunan şeyi, eşitdiyi şeyi, zövq aldığı o səsin mənaca tərcüməsini ona deyəndə deyir, Quranda belə şeylər var. Bu nə də deyir, Quranda belə şeylər var. Bu nə deməkdir falan. Yəni qəbul etməsi. Yəni səsindən zövq alır. Amma oradakı Rəbbimizin mesajından o zövq ala bilmir. Onu istəmir, qəbul etmək istəmir. Ona görə də insanları əslində Quranla tanışdırmaq lazımdır. İnsanların həyatını onu yəni yaymaq lazımdır. Bir şəkildə bunun yolunu tapmaq lazımdır. Əslində Quran ərəbcə bilirik də. Quran iqra. Yəni qara sözündən gəlir ki, qara. Yəni bu da Quranda bayaq dediniz ki, Quran Ramazan ayında nazil olub. Bəli. İlk sözlə nə olub? İqra. Oxu əmri. Bu kimə xitab olunub? Oxuya bilməyən insanlara, oxuya bilib yaxud düşünməyən insanlara və yaxud oxuya bilən insanlara. İlk söz oxu. Bəzən deyirlər ki, din elmi qırağa qoyur, oxunmağı demir, təhsil demir, nə bilim inkişaf demir. Hələ Quranın ilk sözü oxu deməkdir, öyrənmək deməkdir və düşünmək deməkdir. Elə deyil hocam? Bax, deməli Süleyman qardaşımız dediyi kimi Qurani-Kərimin ilk sözü iqradır. Amma Allahın Qurani-Kərimdəki ilk bəyanı İqra bismi rabbikəl-ləzi xalaq. Səni yaradan Rəbbinin adı ilə oxu. Bəli. Ona görə də Quranın ilk əmri oxu deyil, Rəbbinin adı ilə. Yəni Rəbbinlə bərabər oxuyacaqsan. Bəli. Oxuduğun zaman, öyrəndiyin zaman, əməl etdiyin zaman mütləq Allah orada olacaq. Bəli. Allah Əzzə və Cəllə, yəni onsuz da yəni bizi görür, bilir, eşidir, hər anımızı, bunda şübhəmiz yoxdur. Amma nə etdiksə, nə edəcəksə Allahla bərabər olacağıq. Oxuyanda da, öyrənəndə də, yəni yanaşmamız. Biz də məsələn Quran-Kərim oxuyanda niyə Əuzubillahi mineşşeytanirracim deyirik? Nə üçün deyirik? Ya Rəbbi, Quran-Kərimi oxumağa başlayıram. Bəli. Onu başa düşməyə başlayıram. Onu anlamağa, həyatıma tətbiq etməyə başlayıram. Amma şeytandan da qorxuram. Şeytanı məndən uzaq elə. Subhanallah. Oxumağımda, öyrənməyimdə, başa düşməyimdə, anlamağımda, yaşamağımda şeytan qarışmasın bura. Azdırmasın məni, səhv fikirlər gətirməsin, vəsvəsələr gətirməsin, özüm istədiyim nəfsimə uyğun anlamayım bunu. Bəli. Şeytanı məndən uzaq elə. Sonra davamda dedi ki, Bismillahirrahmanirrahim. Ey Rəbbim, sənin Rahman və Rahim adınla, sənin Rahman və Rahim xüsusiyyətinlə mən bunu oxuyuram. Başlayıram. Bəli, başlayıram bunu. Əbdə, yəni, orada bir şey var, feil var. Sənə sığınıram. Mutaliq, o bənin mutaliqi əbdə o feilidir. Yəni Allahın adı ilə başlayıram. Başlayıram. Burada bir mən əsas həqiqətən də onu bildirmək istəyirəm ki, onsuz da həyatımız, yaşantımız çox qısadır. Ömrümüz çox qısadır.
Ömür vəfa eləmir onsuz da. Allah Azza və Cəllənin möhtəşəm bir ayəti cəlləsi var. Onunla deyir: "Qalu labithna yawman ba'dihim." Biz bir gündən daha çox yaşadıq. Ba'd deyir. Yəni yəni bu ömrü verən Allah. Onsuz da misal üçün sorsam Şahiq hocamın bir 42-43 yaşım var da Şahiq hocam düzdür? Şahiq hocam 42-43 yaşa necə gəldin? Deyəcəksən ki, bir gün bir gecə. Hə? 25 il əvvəl əskərdə olduğumuz əskər yoldaşlarımız bir yaxında məni axtarıblar ki, baxıram ki, yaşlaşıblar, nəvələri falan var. Dünənki kimi. Biz hələ belə düşünürsə gör, yaşlı insanlar necə düşünür? Onlar necə fikirdədirlər? Fürsətdir. Yəni Quranı anlamaq üçün də Quran ayı fürsət. Bəli, fürsət diyarındayıq. Hələ Allah Azza və Cəllə bizə bu torpağın üzərində gəzməyi nəsib edirsə, bizə ömrümüz vəfa edirsə, qardaş, sən ilk öncə bir araşdır. Yəni dediyin bir mesaj gəlir, bir sevdiyindən bir şey gəlir. Yəni Allahı sevmək sadəcə kəlmə oyunundan mı ibarətdir? Yəni Allahı sevirəm. Allaha canım qurban. Bununla kifayətlənirmi? Xeyr. Allahı sevdiyinin ifadəsi Peyğəmbər sallallahu aleyhi və səlləm in kuntum tuhibbunallah. Allah bizə bunu deyir. İn kuntum tuhibbunallaha. Allahı sevdiyinizi iddiadasınızsa, bir iddia içindəsən, fəttəbi'uni yuhbibkumullah deyir Allah. Rasulullah sallallahu əgər mənə tabe olun ki, Allah da sizi sevsin. Yəni Peyğəmbərin həyatına baxaq. Yəni o Ayşə radiyallahu anha biri gəlir, sual soruşur ki, Rasulullah sallallahu aleyhi və səlləmin ədəbi əxlaqı var. Sən Quran oxumursanmı? Yəni Rasulullahın yaşantısı Quran idi. Rasulullah sallallahu aleyhi və səlləmin əxlaqı Quran əxlaqı idi. Yəni Cibril əleyhissalamın gətirdiyi, yəni Ramazan həm də bilirik ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər Ramazanda Cibril əleyhissalamla görüşərdilər, qarşılıqlı Quran oxuyardılar. Burada bir onu da diqqətinizə çatdırım ki, "Ellezine yetlune kitaballah." Bir ayət elədir. Onlar Allahın kitabını oxuyarlar. Kitab oxumaq, Quranı oxumaq, Bəli. Tilavət. Oxumaq, Haqqı tilavəti. oxumaq, Haqqı şəkildə oxumaq. həyatda tətbiq, bax oxumaq, anlamaq və tətbiqdən ibarətdir. Bəli. Əgər bu üçü arasında, yəni bir üç ayaqlı saz Kompleks. düşünək, üç ayaqlı saz düşünək, bir olmasa nə olar? Dağılır, qalmaz. Yəni o düzən pozlar. Bəli. Oxumaq, həyatda tətbiq etmək və anlamaq. Bəli. Bu üçü bir yerdə olduğu zaman qul Rəbbinin nə demək istədiyi, hansı mesajları çatdırmaq istədiyini daha gözəl anlayır. Yəni onun da bir də Bəxla Şahiq hocamın gözəl bir sözü var. Deyir ki, yəni Qurana baxmaq tərzimiz çox önəmli bu işə. Yəni onu vurğulayım ki, Qurana baxmaq istəyən, yəni bir ateisti düşünək və yaxud da bir agnostiki düşünək və yaxud da nə bilim bir deisti düşünək. O oradan əgər səhv tapmaq niyyətindən baxacaqsa, Bəli. sən onun Qaranı ağ görə bilərsən. Yəni Ağı da qara. sən ona istəyir, nə bilim, milyon dənə, yəni 40 dərədən su gətir. Yəni onun üçün xeyir olmayacaq. Qabı boşdaq, qabı deşiklidir, qalmayacaq. Yəni çünki niyə? Çünki o səhv axtarmaq prizmasından yanaşır ki. Onsuz da tapa bilməyəcək, amma yenə də. Yəni Allah Nəticə olur. Yəni Bəli. əgər siz Allah azza və cəllə in kuntum yəni bir ayətdə Bəqərə surəsində Rəbbimiz buyurur ki: "Və in kuntum fi raybin mimma nazzalna ala abdina fa'tu bi suratin min mithlihi." Qulumuz Muhammedə endirdiyimiz kitabda bir şübhədəysəniz, o zaman bir ayətdə bir ayət gətirin, bir surə gətirin. Gətirə bilirsiniz? Bəzən deyir yığışın hamınız. Yox, bax Allah azza və cəllə meydan oxuyur onlara. Bəli. Həddlərini bildirir. Bəli. Gətirin deyir. Bir də deyir ki, bütün deyir qələmlər su olsa, Allahın sözü bitməz. Ağaclar qələm olsa, Ağaclar dəryalar qələm mürəkkəb olsa. Yəni bu bir iddiadır, bir dənə şey deyim, bayaq dediniz baxış Bəli. nəzəriyyəsi. Yəni hara necə baxırıq da Qurana. Bir neçə il qabaq bir dənə video qabıma çıxdı.
Görürəm adam belə yuxarı baxır, Quran oxuyur. Əzbərdən oxuyurmu? Sonra baxdım ki, adam barmağı ilə belə oxuyur. Adam kördür. Bəli. Bu gün necə kör olmayan insanlar Quranın vərəqlərinə baxmır. Və ya Quranın vərəqlərinə baxır, oradan nəticə çıxartmır. Amma o insan kördür. Allah göz nurunu alıb onun əlindən. Amma adamın qəlbini görür. Yəni belə bir şeyləri görəndə insan anlayır ki, doğrudan da biz həqiqətən Quranı həqiqi şəkildə oxuyuruq. Birisi biz məsəl üçün sosial şəbəkələrdə yetəri qədər, kifayət qədər yəni sonradan hidayət tapmış insanların hekayələri var. Məsələn, onların içərisində dünyaca məşhur müstəşriklər var ki, müstəşriklər şərq ölkələrini araşdıranlar, İslamı araşdıran, İslama düşmənçilik məqsədi ilə bu işə girişənlər var. Allahın izni ilə Allah Əzza və Cəllə onlara hidayət nəsib edib. Eləsi olub ki, Quranı oxuyub gəlib 111-ci surəyə 113, 110 yəni 114 surədən 111-ə. Bəli. Gəlib ora onu oxuyanda düşünüb təfəkkür edib ki, məsələn Təbbət surəsinə gəlib oxuyanda deyib ki, bu kitab Muhammedin əleyhissalatu vesselamın sözü ola bilməz. Çünki Muhammed birisi haqqında 8 il öncəni məsəl üçün görə bilməz, iddia eləyə bilməz. Bu üstün bir gücün, qüvvənin iddiasıdır ki, bu da Allahdır və iman gətirir. Hansısa bir müharibənin necə bitəcəyini də iddia eləməzdir. Məsələn, çoxdur orada yəni. Bir çox məsələlər var. İndi bax Günüz Özəmiz dedi ki, Ayşə anamızdan radiyallahu anhadan soruşurlar ki, peyğəmbərin əxlaqı necə idi? O dedi ki, heç Quran oxumursunuzmu? Yəni peyğəmbər sallallahu əleyhi və səlləm bizim üçün, bütün insanlıq üçün nümunədir. Bəli. Bütün insanlıq üçün, yəni bəşəriyyət üçün nümunədir. Kimliyindən asılı olmayaraq. Xuluqun azim, yəni gözəl əxlaq. Əgər kosmosda yaşayan birisi varsa, insan olaraq, onun üçün peyğəmbər nümunədir. Antarktidada yaşayan bir insan varsa, onun üçün peyğəmbər nümunədir. Peyğəmbərin həyatı bir nümunədir. Allah Resulü sallallahu aleyhi və səlləm Ramazana gələndə başqa bir atmosferə bürünürdü. Ayşə anamız yenə deyir ki, ona görə xatırladım oradan, deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm Ramazana gələndə nə biz onu tanıyırdıq, nə də o bizi tanıyırdı. Tamamən dəyişirdi. Hal, hərəkət, atmosfer tamamən dəyişirdi. Bax, bu sözün bu yerində istəyirəm bir sahabə dövründən baş vermiş bir hadisəni söyləyim. Sahabədən biri öz sahabə yoldaşlarından ikisini yuxusunda görür. Biri döyüşlərin birində şəhid olub dünyasını dəyişmiş, biri isə normal yatağında dünyasını dəyişmiş bir sahabə yoldaşını görür yuxuda və görür ki, hər ikisi cənnətdədir. Lakin yatağında ölmüş, dünyasını dəyişmiş, cənnətdə daha üst mərtəbədədir, üst məqamdadır. Maraqlıdır. Gəlir Rasulullah sallallahu aleyhi ve sellem yanına ki, ya Rasulallah, öz sahabə yoldaşlarından ikisini gördüm, ikisi də cənnətdədir. Biri şəhid olub cənnətə girib, biri isə ondan sonra şəhid olmadan yatağında dünyasını dəyişib cənnətə girib. Necə olur ki, yatağında dünyasını dəyişənin məqamı yüksəkdədir? Allah Resulü deyir ki, sallallahu aleyhi və səlləm, burada çaşılacaq, heyrət ediləcək nə var ki? Yatağında dünyasını dəyişən səhabə digərindən bir Ramazan çox yaşamışdı. Bir Ramazan çox yaşamışdı. Gör Ramazanın orucunun önəmi. İndi yəni bunu adam dinləyəndə, bunu eşidəndə, buna qulaq asanda deyirsən, ya Rəbbi, sən bu Ramazana nələr qoymusan? Döyüşən, sənin yolunda döyüşən buna belə çatmadı. Bax, ona görə də Allah Rəsulundan bir hədis rivayət olunur. Deyir ki, Allah Rəsulü sallallahu aleyhi ve sellem, insanlar Ramazanın qədir və qiymətini haqqı ilə bilmiş olsaydılar, bütün ilin Ramazan olmasını arzu edərdilər. Bu hədis özü belə yetərlidir bir çox şeyi anlamağa. Həm istəyir inanan olsun, istəyir inanmıyor olsun. Fərqi yoxdur yəni. Bir də deyir ki, sübh namazının faydasını bilsəydiniz, insanlar deyir məsciddə qılmağının faydasını bilsəydi, sürünə-sürünə gələrdi. İməcləyərək, sürünə-sürünə gedərdiniz. Yəni
o qədər şeylər var ki, biz Gündüz hocam bir vaxt dedi ki, biz nəticəyə baxırıq. İnsanoğlu belədir. Həmən nəticə olsun. Həmən nəticəyə, yəni köklənmək üçün də bu iş bura girmək lazımdır. Məsələn, İslam'a Başlamaq girmək lazımdır. lazımdır. İslam'a başlamaq lazımdır. Bismillah eləmək lazımdır. Yəni. Kimsə Yola demir ki, çıxmaq gələn lazımdır. kimi hər şey yola çıxmaq lazımdır. Çünki insanoğlu bir səfərdəyik biz. Bir başlayır beşikdən qəbrə qədər bir yol gedirik. Bu yol arasında biz özümüzə nə qədər qiymət və dəyər veririksə, o qədər Allah qatında dəyər olur. Və mərhələlər var. Yəni misal üçün bu yol dediyiniz həyatdır da, illər, aylar. Bu aylar, Ramazan ayları bu bir fürsətdir, bir aydır sənə. Bir 11 ayın sultanı deyirlər. Yəni bir ay sənə verildi ki, bax, şeytanların əlləri, qolları bağlanır. Bütün pisliklər demək olar qaçılır. Mübarək belə deyək də, bütün nemətlər enir. İnsanlar düzəlir, nəfslər çəkilir. Bu bir fürsət. İkinci fürsət, gündə 5 dəfə fürsət. Namaz vaxtı. Vaxtında səhər gün çıxdı, sonra gün orta, sonra ortada, sonra gün batanda, sonra da axşam ulduzlar çıxır. Bəzi insanlar deyir ki, mən o qədər günahım var ki, mən necə namaz qılım? Mübarək, Allah Rəsulü sallallahu əleyhi və səlləm sahabəsinə soruşur ki, sizdən birinizin evinin önündən bir çay axsa, orada 5 dəfə yuyunsanız, sizdə kir qalar? Qalmaz ya Rasulallah. Namaz da belədir. Subhanallah. Gəl sən namazı qıl, Günahların gedəcək. Bismillah ilə başla. Vallahi ki, Allah səni elə təmizləyəcək ki, sən ixlasla. Keçəndə bir qardaş gəlib yanımıza, söhbət edirik. Deyir ki, bir iş yoldaşım var, həmən zəng elədi buna. WhatsApp görüntüsü ilə zəng elədi buna. Dedi, namaza gəlirsəm, nə vaxt gəlirsəm, dedim, nədir sizin aranızdakı əlaqə? Dedi ki, iş yoldaşıyıq. Başqa dedim, namaz yoldaşısınız mı? Yox, deyir, hələ deyir, hoca, deyir, hələ başlamamışam. Telefondakı deyir. Deyir ki, hələ ki, başlamamışam. Qardaş, Bismillah ilə başla. Yəni. Allah üçün başla. Sabah cümədir. Cümə günü yuyun erkəndən Allah Rəsulü sallallahu aleyhi və səlləmin Həzrət Əliyə dediyi, sənin səbəbinlə bir insanın hidayətə gəlməsi dünya dolusu qızılı dəvələrə sahib olmaqdan daha üstündür. Qardaş, sən sabah yuyun, hazırlan, zəng elə iş yoldaşına ki, gəlirəm. Allah qapısı etsin. Sabah oldu, dostlar, qardaşlar şəkil atdı ki, adam cüməyə gəlib. Subhanallah. Adam cüməyə gəlib. Yəni, insanın keçidi var ha. Bir dağ düşün, dağa doğru gedirsən, ya o tərəfə keçəcəksən. O zirvəyə çatanda şeytan insandan başlayır dartmağa, geri gəl, geri gəl. Yıxılarsan, ha. Kömək etmək lazımdır ki, o oranı keçsin. Oranı keçəndən... Bir cığıl var da, yəni gedib Bəli, cəmaat bu yolu. Keçəndən sonra bir də baxırsan ki, artıq şeydir, hidayət ona nəsib olub, özü yola düşüb, yavaş-yavaş öyrənib və o hamımız yəni xatırlayırıq da, yəni necə gəlmişik namaza. İnsan çünki çox vaxt bilmədiyi şeydən qorxur. Görmədiyi şeydən qorxur. Ay Allah, orada necədir? Sən ki, 45 dərəcə istidir. Sən nəsir ola bilər. Və Məkkədə nətərdir? Cəmaat çoxdur. Adam gedəndən sonra gedib də cəmaat bunu, görüb də bunu. Yəni yaşlı adamlarla niyə adamlar oturur və yaxud mütəxəssislər, ekspertlər oturur? Çünki adam bu yolu keçib. Bunun da öz uzmanları, siz kimi hocaları var, elm əhli var. Ondan soruş və yaxud bu yolda gedən müsəlmanlar var da. O qədər yəni real hadisələr adam yaşayır. Məsələn, baxın, bir nəfərin kəbinini kəsməyə getmişik. Qızın atası heyvan kəsimi işindən məşğuldur. Hazırlıq görür toya. Kəbində kimlər var? Bir nəfər də var, icablıdır, örtülüdür falan. Bu da rus dili ilə bəzi sözlər qarışdırır, Azərbaycan danışır. Dedim, siz kimsiz? Dedi, qızın anasıyam. Dedim, bəlkə ola bilər də sonradan evlənib falan bu kişi, qızın anası falan. Dedim, tamam, ən sonunda sizdən söhbət edik. Kəbini kəsdik. Kəbin, Allah xoşbəxt eləsin onları. Dedim ki, siz kimsiz? Dedi, kişi məni əskəyidə olanda gətirib. Onunla bərabər evləndim, gəldim. Gəldim bura, deyir, Azərbaycana. Sonra deyir, el adətindən yaslara getdim, deyir. Və orada deyir, molla oxuyur. Deyirəm ki, nə oxuyur bu? Deyir ki, Quran oxuyur. Başa düşürsünüzmü? Biz hardan deyir, başa düşək, orada nə oxuyur? Necə başa düşmək olar? Bunu tərcüməsini oxumaqla başa düşmək olar. Tapdım bir tərcüməsini. Oxudum və anladım ki, budur insana lazım olan. Adam hidayətə gəlib.
Subhanallah. Rus bunu fikirləşir, Bəli. bizim yerli Azərbaycanlılar bunu Bəli, fikirləşir. adam hidayətə Allahu gəlib, Ekber. namaza başlayıb, hicab geyinib. Kişi hələ hidayətdə deyildi. Allahu Ekber. Dedim ağsaqqal, sən nə haldasan? Elhamdülillah, Gündüz hocam vallahi müşavaqatda çalışan vaxtlar idi. Bir neçə aydan sonra, düzdür 3-4 falan bir ay keçdi. Bir də baxdım adam gəlib ki, hoca, məni tanıyırsan? Mən də gəldim. Mən də gəlmişəm. Elhamdülillah. Yəni budur yəni insanları Təşviq etmək lazımdır. Əlbəttə ki, Təşviq etmək. o toxunmaq lazımdır. Yəni din nədir? Bax, din, İslam nədir? Toxunuşdur. Din, İslam, müsəlmanlıq nədir? Müsəlmanlıq İslamla insanı tanışdırmaqdır. İndi hocalar bu fərqli yerlərdən maraqlı hekayələr danışırsınız. Mənə də bir dənə hekayə bölümündə keçəcəyim zaten indi bir hekayə adıma gəlir. Bir Mərakeşdən bir dostumuz var idi. Burada çalışırdı. 1-2 il, 3 il burada çalışdı. Elə ərəb dilində mənə də kömək elədi falan. Biz onunla bəzi şeylər dərdləşirdik. O tək idi. Ailəsi Fransadaydı. Mənə danışır ki, bir tanış adam vardı bunlarda. Hadisə də ya Fransada baş verib, amma ərəblərdir bunlar. Evet. Bunlar otururlar, bir qızdır, bir dənə də oğlan. Bunlar dostlar, belə, təbiri caizsə. Bu deyir ki, oğlan qıza dərdini danışır ki, mən həyatdan bezmişəm. Üzr istəyirəm, hər cür qız görmüşəm, içki, maşın, istədiyin nə varsa eləmişəm, hər şeyi dadmışam. Həyatda zövq alamıram. Nə qız, nə oğlan namaz qılan deyil. Qız qayıdıb deyir ki, oğlan deyir ki, mən özümü öldürmək istəyirəm, intihar etmək istəyirəm. Qız qayıdıb deyir ki, intihar eləmək onsuz ki, vaxt var. Bəlkə Allah Rasulü sallallahu aleyhi və səlləm demiş, gedəsən dəstəmaz alasan, 2 rükət namaz qılasan və Allahdan istəyəsən, deyirən, etirəcəyim nə var? Gedir dəstəmaz alır, o da ərəbdir də, istər-istəmə dəstəmaz bilir nədir, namaz bilir nədir, 2 rükət namaz, nə olan şeydir? Evet. Dəstəmazını alır, namaz qılır, dua edir, o vaxtdan insan dəyişir. O vaxtdan namaza. Qız heç namaz qılmır ha. Qızın bir sözü bayaqdan söz deyirsiz ki, bir təşviq edir. Bəli. Gör nə qədər ona əcr gəlir bəlkə də. Yəni dediyim kimi biz bəzən bəzi sözü demirik və yaxud bəzi hərəkəti etmirik, amma bunu etməklə nə qədər insanın hidayətinə səbəb ola bilərik. Doğru. İndi biz maraqlı bir keçidə keçirik. Yəni burada Ramazana aid maraqlı sizin eşitdiyiniz, bizim eşitdiyimiz hekayələr ola bilər, təsirli hadisələr ola bilər ki, insanlara da maraqlı gəlsin. Bəlkə insanlar özləri yada düşsün. Gündüz hocam. Ümumiyyətcə bunu deyim ki, biz Ramazanı artıq belə demək mümkünsə bir rutin olaraq görməmək lazım. Ramazan ayı demək təkcə ac qalmaq demək deyil. Ramazan ayı demək Ramazan ayı yardımlaşma ayıdır. Ramazan ayı demək təşviq ayıdır. Ramazan ayı demək Motivasiya ayıdır. bəli. Yəni bir hədəfin olmalıdır sən. Hədəfli şəkildə, yəni misal üçün bayaqlar bir misal verdim. Bir xəzinə olan bir böyük bir otağa səni salsalar, neyniyər? Fikirləşərsən ki, Toplamağa çalışırsınız. Yox, hədəfin olacaq ki, mən burada necə qazancı çıxım? Bu ayda Plan qurarsan. bəli, Proqram plan düşünərsən. prospekt qurarsan ki, Kamaz zad gətirirsən. ki, mən necə edim? Yəni biz də bu aya kör təbii girməmək lazım. Bəli. Hazırlıqlı girməliyik. Necə etməliyəm ki, misal üçün bu Ramazan Rəbbim məndən razı qalsın. Çünki bax bu hədisi oxuyacağam inşallah. Bu möhtəşəm bir hədisdir. Rasulullah sallallahu aleyhi və səlləmin bir gün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm minbərdəykən 3 dəfə əmin, əmin, əmin dedi. Endikdən sonra sahabə, Allah onlardan tamamından razı olsun. Allah azza və cəllə zaten onlara Razıdır. razıdır və bir ayət-i cəllədə Haşr surəsi kullən va'dallahu husn. Allah onların tamamına cənnəti vəd edir. Təsəvvür edin, bunu endikdən sonra, minbərdən endikdən sonra sahabə soruşur: "Ya Rasulullah, siz 3 dəfə amin, amin, amin dediniz. Bunun səbəbi nədir?" Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: Sallallahu aleyhi və səlləm. Kim Ramazanı idrak edər və günahlarından dolayı bağışlanmadan ölərsə, burnu yerdə sürünsün, yəni üzüstü olsun. Mənə amin deməyimi istədi, mən də amin dedim. Subhanallah.
Yəni fürsətdən faydalanmır da biz. Və yəni Allah sənə böyük bir imkan verir. Sən bu imkanı təpirsən. Əlinin tərsindən təriyirsən. Deyirsən ki, yox, mənə Lazım lazım deyil, mənə lazım deyil. İkincisi, Ürəyim təmiz olsun. hə, valideynlərdən biri və yaxud da hər ikisi ixtiyarlıq çağına çatıb da onlara xidmət etmədən ölən kimi sənin burnu yerdə sürünsün. Mənə amin deməyimi istədi. Mən də amin dedim. Üçüncüsündə isə və mən zukirtu indahu, mənim adım kiminsə yanında zikr olunarsa, mənə salavat gətirməzsə, o adamın da burnu yerdə sürünsün. Mənə amin deməyimi istədi, mən də amin dedim. Baxın, bu hədis bizə onu öyrədir ki, artıq Ramazan ayı gəldi. Ramazan ayında sən bir çalışma içində olmalısan, bir qayrət içində olmalısan, bir planın olmalıdır. Dəyişir. Yəni, misal üçün gününü bölməlisən. Gününün bir qismini Quran oxumağa ayırmalısan. Gününün bir qismini insanları təbliğ, irşad vəzifəsini görməlisən. Yəni bu irşad, təbliğ sadəcə imamların, dini təhsil almış şəxslərin vəzifəsi deyil. Bu mübəlliğ vəzifəsi Allah Rasulü sallallahu aleyhi və səlləmdən ta qiyamət sabahına qədər davam etməlidir və hər kəsin öhdəsində olmalıdır. Deyirsiniz ən yaxşı ümmətsiz ki, siz xeyrə çağırırsınız, pisliyə çəkindirirsiniz. Yox, nə zaman? Kuntum xayra ümmətin uxricət linnəs. İnsanlar içindən çıxarılmış ən xeyirli ümmətsiz. Nə zaman? Nə zaman? Yəni bu ayət deyirik. Bəli. Siz insanlar içindən çıxarılmış ən xeyirli ümmətsiz. Niyə xeyirlik? Nə zaman? Tə'muruna bil ma'ruf. Yaxşılıq əmr etdiyiniz müddətcə və pislikdən çəkindirdiyiniz müddətcə. Yəni bu ayətin arxası budur. Yaxşılıq əmr edib pislikdən çəkindirdiyiniz zaman, müddətcə siz insanlar içindən çıxarılmış ən xeyirli ümmət olursunuz. Bəli. Yəni gününü böləcəksən. Günün misal üçün misal səhər oldu, axşam oldu və bir dənə yatım, durum, ayılım, nə bilim, günüm bu şəkildə keçsin, yola verim. Yəni bu məqsədsiz bir orucdur. Orucun məqsədi yəni bizi ac saxlamaq deyil. Əsas da bu biz tək insanlar düşünür ki, Ramazandır da içmək olmaz. Məhərrəmlik ayında içmək olmaz. Bu ayda həcc ayında içmək olmaz. Əsas bu ayların məqsədi tək o aylarda düzəlmək deyil. Bundan sonraki vaxtda sən daha da yaxşı olasan. İndi biz Ramazan bizə fürsətdir ki, o qalan 11 ay var ha. O 11 ayda düzələk. İndi biz hocam necə eləyək ki, bu 11 ayda düzələk? Ramazan bizə nə də versin? Necə dəyişək ki orada? Bu 11 ay bizə qorusun, saxlasın belə deyə. Peyğəmbər sallallahu aleyhi və səlləm bütün aləmlərə rəhmət olaraq göndərilib. Bəli. Yəni o inanana yox, hamıya. Bəli. O peyğəmbər hamının peyğəmbərdir. Hamının peyğəmbərdir. Ya sadəcə müsəlmanların peyğəmbər Bunu deyil. qəbul eləyir, o birisilər hələm qəbul etmir. Yəni qəbul edən deyir ki, mənim peyğəmbərim. Hamının peyğəmbərdir. Bəli. Hamının peyğəmbəri bu kitabı hamıya gətirib. Hər kəs üçün bunu Allah göndərir. İndi Quran-ı Kərimdə hər kəsə müraciət edən ayələr var. Bəli. Bax o ayələrdə biri də biz oxuyanda elə bilir ki, bizə aiddir. Bəqərə surəsi 183-cü ayə. Biz oruc ayəsi. Ey iman gətirənlər, ya eyyuhəllezine amanu kutiba aleykumus-siyam kema kutiba alellezine min qablikum. Biz oxuyanda dedik ki, ey iman gətirənlər, oruc sizə yazıldı, fərz edildi, vacib edildi. Necə ki sizdən əvvəlkilərə də vacib edilib, yazılıbdır. Yəni Allah Əzzə və Cəllə müsəlmanlara, yəni bu ayəni ilk dəfə eşidənlərə deyir ki, ey müsəlmanlar, bu oruc sizə də fərz olunub. Sizdən əvvəlkilərə də. Tanıdığımız, tanımadığımız, bildiyimiz, bilmədiyimiz, səmavi kitabı olan, olmayan, səhifə verilən, verilməyən bütün ümmətlərə oruc fərz edilib. Hamısına. Deməli, ey insanlıq, bu oruc hamıya lazımdır. Sənə lazımdır. Ey insanlıq, bu oruc hamıya lazımdır. Nə üçün? Ləalləkum təttəqun. Ey insanoğlu, ey insan, ey bəni Adəm, ey bəni Adəm, ey Adəm övladı. Ey bəşər. Bu oruc sənə də lazımdır. Yəni təqva sənə də lazımdır. Ruhi yüksəliş, mənəvi yüksəliş sənə də lazımdır. İndi dediyiniz məsələyə gəlincə, Ramazan və onun içərisində oruc onun ən böyük
meyvəsidir də. O Ramazanın ən böyük meyvəsi orucdur. Ramazan əslində bir dənə kurs kimidir. Bir universitetdir, bir akademiyadır, bir məktəbdir. Ona görə deyirlər ki, Ramazan məktəbi. Ramazan əslində bir məktəbdir. İnsanlar bir kurs öyrənəndə, təhsilə başvuranda, bir seminara başvuranda məqsədi olur. Bəli. Buna biz deyirik niyyət. Niyyət etdim Ramazanda Ramazanı Ramazan kimi ona yaraşar şəkildə keçirməyə. Niyyət etdim Ramazanla həmhal olmağa. İndi yaxşı bu Ramazan məktəbdirsə, bu məktəbin təsisçisi kimdir? Aləmlərin Rəbbi. Allah. Aləmlərin Rəbbidir. Allah Əzza və Cəllə bu məktəbin müəllimini kimi təyin edib? Peyğəmbər. Peyğəmbər sallallahu əleyhi və səlləm. Cavablar özü görsəz, Şagirdlər kimdir? Şagirdlər kimdir? Tələbələr kimdir? Bu məktəbin ilk şagirdləri, ilk müdavimləri, ilk tələbələri Ən güclü Allah oldular. Rəsulü sallallahu əleyhi və səlləmin əhli beytidir. Onun sahabələridir. Və sonra onların izini sürüb gedən insanlardır. Biz də əgər bu Ramazan məktəbindən tədris almaq, təhsil almaq, mənəvi yüksəlmək, təqvaya çatmaq istəyiriksə, təsisçinin sözünə qulaq asacağıq, müəllimin sözünə qulaq asacağıq. Elə bir müəllim ki, o söyləyib, həm də yaşayıb, tətbiq edib. Bəli. Və ondan sonra tələbələr necə yol izlədilər, necə müvəffəq oldular, onlara baxacağıq bu yolu. Və bu məktəbin öz dərsləri var. Bəli. Bax, ən nömrəli, ən birinci məsələ, bir nömrəli məsələ niyyətdə. Mən bu məktəbə, bu Ramazana necə girirəm? Bunu necə qarşılayıram? Niyə bunu Bu mənə nə üçün lazımdır? Və sonra başlayır bunun, görürsüz, biz Ramazanı təravih ilə qarşılayırıq. Təravih bizi başlayır, namaza hazırlaşdırır. Namaz. Gecə namazları. Bu önəmli məsələlər. Məsələn, təravihi biz Ramazana biz orucla da başlaya bilərdik. Amma Allah Rəsulü sallallahu əleyhi və səlləm bizə yol qoydu, iz qoydu, sünnə qoydu ki, namazla başlayın. Yəni namazla başla ey müsəlman, ey inanan, ey artıq İslamı yaşamağa çalışan insan namazla başla. Sonra sahur onun dərsidir. Yemək yeyir. Oruc onun dərsidir. İftarlar bir dərsdir. Quran-ı Kərimi öyrənmək, oxumaq, onunla həmhal olmaq bir dərsdir. Zikirlər Ramazanda. Yəni Ramazan içərisində etdiyimiz əməllər bayramlar dərsdir. Bayramlar da dərsdir yəni. Bayram artıq onun sertifikatıdır. Bayram onun şəhadətnaməsi, diplomudur. Gözəl, gözəl. İndi Gündüz hocam biraz əvvəl dedi, Allah Rəsulü minbərdə dedi ki, Ramazana yetişib, Ramazana qovuşub, rəhməti əldə etməyən, bağışlanmanı əldə etməyənin burnu yerlə sürülsün. Yəni, mələklər onu tutsun, sürüsün, burnu yerə sürünə-sürünə cəhənnəmə geçsin. Allah qorusun. Məsələ budur yəni. Yəni, Allah Əzza və Cəllə istəyir ki, biz Ramazanı yaşayaq, ən sonunda bayram edək. Bəli. Bayram şirniyyatla, paxlava ilə, yemək içməklə bayram deyil. Əsl bayram Allahın bağışlanmağını əldə edə bilməkdir. Onun əffinə nail ola bilməkdir. Və o prosesi sadəcə Ramazanda deyil. Böyük mütəfəkkirlərdən biri deyir ki, Ramazan deyir, oruc Ramazandan sonra başlayır. Bəli. Yəni Ramazandan sonra sənin halın nədir? Həmçinin deyiblər ki, bir insanın əməllərinin qəbulu əməldən sonraki halı ilə ölçmək olur. Sən Ramazandan sonra nə haldasansa, Ramazanın o halda olur. Namaz deyir, çirkliklərdən və pisliklərdən uzaqlaşdırır. O namaz səni uzaqlaşdırmırsa, demək ki, tam namazı qılmırsan. Oruc da eyni şəkildə. Namaz məsciddən çıxandan sonra başlayır. Subhanallah. Yəni belə demək mümkünsə, Şahiq müəllim, Ramazan ayı yəni bir ilin mayasıdır. Bu mayanı kamil bir şəkildə tuttursan, 11 ay o topladığın, yəni Əbu Bəkir radiyallahu rahmetullahi aleyhin gözəl bir sözü var. Rəcəb, Əkin, Şaban, sulama, Ramazan isə onu toplama ayıdır. Düzdürmü? Ramazanda artıq sən depoluyursan ki 11 ayı o depodan istifadə edəsən. Çatdıra bilərsən. Bəli. Yəni sən yarı yamalaq əməllərinlə biz onsuz da Allahın mərhəməti sayəsində cənnəti qazanacağıq. Yəni şübhəsiz. Bax sahabelər deyir ki,
İndi o 6 ay söhbəti var. Onu da xatırladınız Günür hocam. 6 ay qabaq, 6 ay sonra. Hə, yəni 6 ay dua eləyirlərmiş ki, biz Ramazan Ramazan çatdır. 6 ayda dua eləyirlərmiş ki, ya Rəbb. Həsətmi. Hə, yəni bu Ramazanı bizi qoru da, yəni qazandığımız savabları qoru. Bizdən qəbul et. Bizdən qəbul et, qoru. Bəli. Yəni burası çox önəmlidir. Yəni o Elə bir ki, bütün il boyu Ramazan düşüncəsini yaşayır da adam. Təsəvvür Bəli. edin. yəni bunun Şaiq hocam bayramı dedi. Bunun yəni bu 2 dənə bayram var müsəlman həyatında. Bəli. Bunun Ramazan və ötəsində Qurban. də ən böyük bayram qulun və la temutunna illa və entum muslimun, ancaq və ancaq müsəlman olaraq Öyle. canı təhvil vermək qulun bayramıdır. Yəni bir müsəlman bayramıdır. Niyə? Çünki onsuz da günahla, istəyir əməllə bu dünyadan imanlı köçə bildinsə, Allahın izni ilə sən qurtuldun Bayramdır. deməkdən. Bir də gözəl bir xatırlatma. Çox yerinə düşər. Qulum deyir, 2 yerdə sevinər. Orucunu açanda, Ya iki bir də savabınla Rəbbinə qovuşduğun. bir də öləndə dünyasının cənnətə Fərhatəndir gedəndə. peyğəmbər. 2 fərahlama anı Bəli. var. 2 fərahlama anı var. Biri o, yəni Oruç iftar tutanı. açdığın, iftar açdığın. Allah azza və cəllə bu Ramazanı bizim ümmətə faydalı eləsin. Amin, amin. Hər kəs istifadə eləsin. Yəni sadəcə yəni Burada da ay- ümmətlidir. Hə. Təsəvvürləyin ki, iftar süfrələri bol-bol, maşallah, Allah bərəkətli eləsin. Amin. Allah bütün Məsələlər ölkələri fayda olur. necə deyirlər, belə gözəl əmin-əmanlıq eləsin. Bizim ölkəmizi də Amin. amin. Təsəvvürləyin ki, Fələstində onlar necə iftar edir? Görəsən biz açdığımız qədər su, xurma, yeməklər, meyvələr, hələ məsciddən çıxdıq, iftardan çıxdıq, axşam da yeməyimiz var. İstəsən durdun səhər də yeməyimiz var. Görəsən orada varmı? İnsan gələ bunu düşünsün. Əslində oruç tutaraq insan aclığının da halını düşünməlidir. Yusuf əleyhissalam Əleyhissalam. deməli insanlara, kasıblara, ehtiyac sahiblərinə o xəzinədən ərzaqlar paylayır və ac ikən paylayır. Ac ikən, özü ac ikən. Görürlər ki, yandakılar görür ki, bu acdır, halı yoxdur. Deyirlər ki, ey Allahın peyğəmbəri, niyə bu halda bir yemək yesən, biraz qüvvətli olsan, daha yaxşısı. Acların halını anlamaq üçündür belə eləyirəm. Ac olasan. Özüm ac ikən paylayıram ki, görüm onlar nə çəkirlər. Deyir toxun acdan nə xəbər? Eşitmisiniz o sözü? Əlbəttə. Yəni indi bax, Ramazan oruc nə deyir? Acların halını anlamaqdır. Oruc acların halını anlamaqdır. Oruc əslində oruc ruhun əməliyyatıdır. Bədənin əməliyyatı bəllidir də. Gedirsən həkimə, yıxır səni. Yəni səni artıq dünyadan qoparır səni, əməliyyat edir səni. Ruhun da əməliyyatı orucdur. İnsan oruc tutaraq maddən aşağı çəkilir, mənən yüksəlir. Subhanallah. Bunu özünüz də şahid olmusunuz. Məsələn, Cəmaləddin Rumi Mövlana deyir ki, artıq Ramazan gəldi. Oruc tutursan. Bədəni deyir, artıq şeylə deyir, bir nizama, intizama sal ki, bədənin deyil, ruhun qidalansın, ruhun yüksəlsin. Subhanallah. İndi belə ümumiyyətlə danışacaq şey çoxdur və burdan da bir çatdırmaq istədiyim şey odur ki, tək bu söhbətlə bitmir. Yəni axtaran, siz dediyiniz o qədər məlumat var. Qurani-Kərim var istədiyiniz dildə, onun istədiyiniz şərhləri, təfsirləri var. Peyğəmbərimizin sallallahu əleyhi və səlləm etdiyi, dediyi, oturduğu, duduğu bütün hər bir şeylər var. Hədislərdə bunu görə bilərsiniz. Peyğəmbərimizin sallallahu əleyhi və səlləm yanında olan ən təbrik caizsə güclü şagirdlər, sahabelər ki, onlar əlaçı olaraq bitirdilər və onların da son olaraq yəni bayaq dediyimiz kimi qazancı cənnətin gözəl mərtəbələri olacaq. Əlbəttə. Onlardan biz də o cığırla getmək istəyiriksə, biz yolu görə bilirik və gedə bilirik. Amma lazım ki, bayaq dediyimiz kimi düşünək. İstəyək, niyyətimiz olsun. Bizim niyyətimiz nədir? Burada oturub öyrənmək. Öyrənib bunu necə deyirlər, o sertifikatı alandan sonra onu tətbiq etmək. Yəni biz bunu tətbiq etməsək, o kursun yəni ki, faydası nədir ki? Biz onu nəinki tətbiq edib özümüz etməliyik. Başqa bilməyənlərə də öyrətməliyik. Əlbəttə, başqasına da göstərməlisən onu. Bəli, faydalansın. Son olaraq əlavələr varsa, hansısa bir əlavələr varsa deyək. Mən yəni Rəbbimdən təmənnim bu şəkildədir ki, Allah Azza və Cəllə bizə, xalqımıza və bütün İslam ümmətinə
belə gözəl, mübarək aylara çıxmağı nəsib eləsin. Amin. İstifadə edən qullardan olaq. Bağışlanan qullardan Bəli, olaq. istifadə yəni istifadə o deməkdir. Yəni faydalanaq. O ay 3 ayın 3 hissəsi var. Onu desəydiniz ki, ilk 10 günü, orta günü və son 10 günü bölünür axı. Bəli. Yəni düz deyirsən, Səhih İbn Hibbanda keçən bir hədisdə böyük və mübarək bir ayın kölgəsi üzərinizə düşdü. Bu içində 1000 aydan daha xeyirli o yəni yəni 1000 aydan daha xeyirli bir gecənin olduğu, Qədər gecəsi. qədər gecəsinin olduğu bir. Ki o neçə 1000 il aya 83 il. 83 ilə. 83 ildən daha çox bir vaxtda. Bir gecə ilə. Yəni xayrun min əlf şəhr deyir Rəbbimiz. Bu da yeni gəlmişkən son 10 gündə axtarılmalı. Yəni biz Normalda əslində Süleyman qardaş, yəni Ramazanın hər gecəsində axtarmaq lazımdır. bəli. Amma Xüsusən hədislər bizə işarət verir ki, son 10 günlükdə. İndi son 10 günlükdə bir növü Ramazanın 20 günündə fürsəti qaçırmış insanlar üçün uca Allah yenidən bir fürsət verir. Bəli. Madəm bu 20 günü çox da yaxşı qiymətləndirə bilmədin, son 10 günü yaxşı qiymətləndir. Quran-Kərimə möhkəm sarıl, müqabilə imkanı, etiqaf imkanın varsa etiqafa gir. Burada da xüsusən Peyğəmbərimiz sallallahu əleyhi və səlləm son axır 10 gündə bayaq qeyd etdiyimiz kimi çoxlu Quran oxuyardı. Hətta Cəbrail əleyhissalamla mələklə Quranı birlikdə oxuyardılar. Hətta son axırıncı ili 20 gün etiqafı 20 gün elərdi. Yəni burada nədir? 2 dəfə müqabilə ediblər. Oxumaq. Burada nədir? Məsciddə çəkilərdi və ailəsindən uzaqlaşardı. Burada da insanlar heç olmasa 10 günü eləyənlər nə gözəl halına, amma heç olmasa bir gün bu etikaf deyirlər də, məsciddə gedib qalmaqla və yaxud bir ibadət yerinə çəkilməklə dünyavi şeylərdən gözlü çəkib axirətə, əbədi olan şeylərə fikri toplamaq, gör bu nə qədər insanın dəyişməsinə səbəb olur və bunu edənlər də bunu görüb. İnansız məsələn insan bir gün azı belə məsələn etiqaf yaşayırsan, etiqaf nədir ki? Sahuru eləyirsən, sadəcə məsciddə və yaxud da ibadət otağında ibadət edirsən, Quran oxuyursan, zikr edirsən, kitab oxuyursan, dincəlirsən də, iftar edirsən, bir günün bitməsini gözləyirsən. Yəni başqalarından qeyri-adi bir hərəkətlər eləmirsən. Bəli. Amma ona niyyət etdiyin üçün, ona özü həss etdiyin üçün uca Allah sənə elə bir şey verir ki, deyirsən mən hansı haldayam? Deməli onun bərəkətindədir o məsələ. Yəni onun niyyətində, istəyində, o əməli yerinə yetirməkdə uca Allah özü bərəkətini ehsan edir. Mən burada bir təşviq eləyim. Əslində etiqaf 10 gün olmalı. Yəni buna niyyətlənmək lazımdır. Bacara bilməyənlər amma heç olmasa siz deyirsiniz ki, bir gün və s. Mən bir gün və bir gün yarım İlahiyyat məscidində qaldım. Orada çox gözəl şəraitin, çox məscidlərdə var əslində bu. Faydalana bilərik. Hələ mən Məkkəni demirəm, amma Məkkədə olanlar Allah bilir nə hiss eləyir. Orucda. Orucda gör. Amin. Orucda gör. Ramazanda gör nə nəsib verir. Etiqafdan çıxdım məsciddən. Məsciddən düşürəm də, oradan bilənlər bilir, aşağı düşürsən metroya tərəf. Düşəndə birdən mənə deyir arxaya bax. İstər-istəməz arxaya baxdım. Arxaya baxdım, məscidə baxdım. Məsciddən də düşürəm axı, uzaqlaşıram. Elə bil ki, qəlbim məscid üçün ağladı. Məscid də mənim üçün. Bu bir günün şeyi də. Yəni gör indi insan 10 gün orada qalsa nə olar, necə dəyişər. Ona görə Allah üçün niyyətlənin, məscidə gedin. Orada qapılar açılacaq sizin üçün. Niyyətlənin bir gün oruç tutun. Niyyətlənin bir dəstəmaz alın. Niyyətlənin bir Quranı açın. Allah sizə qapılar açar. Qardaş, inan ki, mən neçə insan dinləmişəm. Onların İslamla şərəflənməsi bir çoxsunda məscidlərdə baş verib. Adam deyir ki, məni deyir, bir dəfə deyir, məsciddə deyir, məni deyir, bir növü tənqid elədilər. Biraz deyir, özümü deyir, yaxşı aparmamışdım. O tənqid deyir, mənim hidayətimə səbəb oldu. Bəzən insan düşünürsən ki, burada mənim üçün ziyan var, amma Allah Əzzə və Cəllə elə xeyirlər yaradır ki, ona görə Ramazan bir fürsətdir. Ona görə şəkildə qiymətləndirmək lazım. Yəni Ramazan fürsətdir, həm də onu bildirim ki, bəzən dediyiniz insan məsciddə hidayət tapır. Bəzən də, yəni mənim tanıdığım, ətrafımda olan insanların vurğuladığı bir hadisə var ki, deyir, bizim əksər insanlar oruç tuturlar, namaza başlamırlar. İlk olaraq hidayətinə vəsilə olan böyük qapılardan biri də orucdur. Bəli. Onun üçün də yəni oruca başlayır, yavaş-yavaş, tədrici artıq
bir müddət gəlir ki, qəlbi saflaşmağa başlayır, Bəli. təmizləməyə başlayır. Artıq ondan sonra namaz bunun həyatında yer tapır. Bəli. Onun üçün də yəni bu cəmiyyətdə qarşılaşdığım xoşa gəlməz bir hal onu vurğulayım son olaraq. Buyurulur ki, yəni bəzi insanlar var deyir ki, namaz qılmırsa bunun oruç tutmağına nə ehtiyac var? Bu yanlışdır. Bəli. Biz bu gün Allah üçün bir xeyir iş görmək istəyən bir kimsəyə sanki elə bir deyirik ki, sən çıx, sən Bəli. çıx. Mən günah edirəm, mən necə namaz qılım? Mən günah edirəm, mən necə məscidə gedim? Hamımız günah edirik də, yəni. Yəni günah etməyən Bəlkə Şaiq Hocam dediyi kimi, yəni ideal insan günahlardan qorunmuş, ismət sifətinə sahib olan peyğəmbərimiz idi. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. İdealımız odur. Onun həyat tərzinə baxacağıq, onun yaşantısına baxacağıq və ondan özümüzə ibrət alacağıq. Bir şey qısa, bir dəqiqəlik bəlkə də. Bir gün sahabədən biri gəlir ki, ya Rasulullah, mən bir günah işlətmişəm. Bu günahın cəzası nədirsə, onu mənə ver. Allah Rəsulü eşidir, üzünü çevirir ki, eşitməmiş kimi davranır. Biraz keçir deyir ki, ya Rasulullah, mən bir günah işlətmişəm. Onun nədir cəzası? Onu mənə tətbiq elə. Yenə Peyğəmbər sallallahu əleyhi və səlləm onu eşidir, amma dinləməmiş kimi Davranır. çevirir və namaz qılırlar. Namazdan sonra cəmaatla bərabər məsciddə namaz qılırlar. Namazdan sonra yenə gəlir. Ya Rasulullah, axı mən bu günahı eləmişəm. Deyir ki, ya Peyğəmbər sallallahu əleyhi və səlləm, bizimlə namaz qıldınmı? Qıldım ya Rasulullah. O zaman Allah sən o günahı da bağışlasın. Yəni günahları olan insan, düzəlmək istəyən insan, yəni ən aşağıda olan insan bil ki, sənin üçün qapı var və bir qapını açanda o birisi qapı açılacaq. Bəli. Allah Subhanahu taala hamımızdan razı olsun və dinləyənlərdən və hamımıza xeyir qapıları açsın bu Ramazanda və bizi bağışdan qullarına etsin. Allah bu Ramazanı ölkəmiz üçün, xalqımız üçün, millətimiz üçün, səngərdə duran əskərimiz üçün, vətənimizi qoruyan bütün fərdlərimiz üçün xeyirli, bərəkətli, faydalı eləsin. Amin. Allah razı olsun. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.